Ruhun yolu, ümidin əfsanəsi uzaq dağların ətəyindən əsrlərin sirlərinin, acı və şirin xatirələrini daşıyan kiçik qəsəbə yerləşirdi. Burada hər daşın, hər ağacın öz danışan hekayəsi vardı. Bu kənddə doğulub böyüyən Elvin, uşaqlığından bəri ətrafındakı təbiətin, küləklərin və səssiz gecələrin sirlərini dinləyərək böyüdü. O, nənəsinin danışdığı qədim nağıllarda, atalarının keçmişdə yaşadığı fədakarlıqlarda və ümidsiz anlarda belə ürəklərdə yanan işıqda öz gələcəyini görürdü. Lakin Elvinin içində dərin bir sual vardı. Həyatın əsl mənası nədir və insanın ruhunda gizlənən səs nə deməkdir? Bir payız səhəri, yarpaqların saralıb döküldüyü, küləyin sanki keçmişin ağırlığını pıçıldadığı o soyuq günlərdən birindən Elvin ailəsinin köhnə evinin tozlu otaqlarında dolaşarkən unudulmuş bir sandığın kənarında qırışmış dəftər tapdı. Dəftərin səhifələri illərin izi ilə əyilmiş, lakin hər kəlməsi səmimi duyğularla dolu idi. İlk səhifədən əziz övladım, qəlbinin dərinliyində yatan səsi dinlə və hər acını, hər sevincini bir not kimi qəbul et. Həyatın sirri sənin öz ruhunun nəğməsində gizlidir, sözləri yazılmışdı. O an Elvin anladı ki, həyatın mənası yalnız xarici hadisələrdə deyil, öz içimizdə daşıdığımız o səsdə, o əbədi melodiyada yatır. Bu tapıntı Elvinin ruhunda yeni bir ateş yandırdı. O, artıq təkcə kəndin dar küçələrindən, evin pəncərələrindən baxan günəş şüalarında deyil, həm də öz iç dünyasında gizlənmiş, qulağına fısıldayan səsi tapmağa çalışacaqdı. O gün Elvin qərara gəldi. Mən bu dəftərin yazdığı hikməti tapmaq və ruhumun səsini eşitmək üçün yola çıxacağam. Beləliklə, o, səmimi arzularla dolu yola düşdü. Elvin, kəndin kənarındakı yolun sonunda yerləşən, əsrlər boyu nəsildən nəsilə ötürülən qədim kəbirxanəni ziyarət etdi. Kəbirxanənin daş divarlarında keçmişin izlərini əks etdirən oyma və yazılar insanlara əbədi həyatın sirlərini xatırladırdı. O, burada baş verən hadisələri, əcdadlarının həyat hekayələrini və onların öyrətdiyi dəyərləri düşünərək uzun müddət dayanıb içini dinlədi. Hər bir daşın, hər bir rəsmin arxasında gizlənmiş kədər və sevinç sanki öz melodiyasını ifa edir, keçmişlə gələcəyi birləşdirirdi. Yoluna davam edən Elvin meşələrin dərinliyinə daxil oldu. Meşənin səssizliyində quşların nəğmələri və yarpaqların hışıltısı arasında onun ürəyində sanki unudulmuş xatirələr, itirilmiş arzular yenidən canlandı. Hər addımda o, öz içində yatan səsi daha dərindən eşitdiyini hiss edirdi. Meşənin kənarında qırmızı kəpənəklərin rəqs etdiyi, çayın sakit axışı ilə qarışan günəş işığının altından keçərkən Elvin anladı ki, həyatın hər anı, sevinç, kədər, ümid və itki, bərabər bir orkestra kimi səsini çıxarır və bu səs bizim ruhumuzu işıqlandırır. Bir gün meşənin dərinliyindən o, kiçik bir çayın kənarında dayanıb oturdu. Çayın şırıltısı arasında sanki çox uzaqlardan gələn bir nəğmə eşidildi. Elvin gözlərini yumdu, nəfəsini dərin aldı və qəlbinin dərinliyində yatan səsi dinləməyə başladı. O an çayın axışı ilə öz aralarında ahəngdar bir musiqi yarandığını hiss etdi. Hər damcı, hər dalğa ona keçmişin və gələcəyin notlarını çatdırırdı. Bu, həyatın səsidir, deyə düşündü Elvin. Bizim hər itki, hər kədər və hər sevinç bu səsin bir parçasıdır. Səyahətindən Elvinin yolu müxtəlif insanlarla kəsişdi. Bir gün kəndin meydanında gəzişərkən o, həyatını dəyişdirəcək bir insanla tanış oldu. Adı Zəhra idi. Zəhra, gülərüz və mehriban davranışı ilə kənd sakinləri arasında sevilən bir qız idi. Onun dərin baxışlarında sanki hər kəsin qəlbinin səsini eşitmək, onların gizli arzularını anlamaq qabiliyyəti vardı. Zəhranın səmimi sözləri və yumşaq gülümsəməsi Elvinin ruhuna ilham verdi. Bir axşam, ulduzların parlaqlığı altında, kənd kənarında oturub söhbət edərkən Zəhra Elvinə dedi, əzizim, həyatımızın hər anı bir musiqidir. Bəzən ritm sürətli, bəzən isə yavaş olur, amma hər halda bizim içimizdə daşıdığımız səs bizi doğru yola yönəldir. Mən inanıram ki, hər kədərin arxasında bir sevinç gizlidir və hər itki gələcək ümidlərin başlanğıcıdır. Bu səmimi sözlər Elvinin ürəyini daha da yumşaltdı. O, artıq anladı ki, həyatın sirrini tapmaq üçün yalnız öz iç dünyamıza deyil, ətrafımızdakı insanlara da qulaq asmalıyıq. Zəhranın sözləri ilə ruhu daha da zənginləşən Elvin, kənddə yaşayan yaşlıların, gənclərin və uşaqların da həyat hekayələrini dinləməyə başladı. Onların hər birindən keçmişin dərin dərslərini və gələcək üçün ümid dolu arzularını eşitdi. Kəndin ən yaşlılarından biri olan Abbas bəy Elvinə müraciət edərək dedi, uşağım, sənin içindəki səs keçmişin ağırlığını və gələcəyin işığını birləşdirir.
Həyatın ən böyük dərsi hər anın dəyərini bilməkdə və ürəyimizin səsinə qulaq asmaqda yatır. Sən artıq bunu başa düşmüsən. Unutma, hər birimizin içində sarsılmaz bir ümid və sevgi var. Abbas bəyin bu sözləri Elvinin ruhuna dərindən təsir etdi. O, artıq təkcə öz səyahətində deyil, həm də kəndin hər küncündə yaşayan insanların həyatında dərin iz buraxan bir müəllimə çevrildi. Elvin tapdıkları və eşitdikləri hekayələri, dəftərdəki yazıları və təbiətin səsini insanlara çatdırmaq üçün kiçik bir görüş təşkil etdi. Kəndin meydanında ulduzların parlaqlığı altında toplanan insanlar, onun danışdığı hər bir sözə qulaq asır, keçmişin və gələcəyin sirlərini anlamağa çalışırdılar. Elvinin sözləri yalnız danışıq deyildi, o, özündə dərin bir hikmət daşıyan, həyatın hər anının qiymətini bilmək və hər çətinliyə qarşı ümidlə mübarizə aparmaq haqqında danışırdı. O, insanlara deyirdi, hər birimiz öz içimizdə eşidilən səsi dinləməliyik. O səs bizə həyatın mənasını, sevginin və ümidin dəyərini xatırladır. Gecənin qaranlığında belə ürəyimizdə yanan işıq var və bu işıq bizi hər zaman doğru yola yönəldir. Elvinin bu səmimi sözləri kəndin gənc və yaşlı hər kəsinin ürəyinə işıq saçdı. Onlar artıq yalnız gündəlik həyatın çətinliklərinə deyil, həm də keçmişin dərslərinə və gələcək üçün doğan ümidlərə daha diqqətlə baxırdılar. Gecələr ulduzların altında toplaşan insanlar bir-birinə həyat hekayələrini, sevinclərini və kədərlərini danışır, hər kəs öz içindəki səsi tapmağa çalışırdı. Zaman keçdikcə Elvin və Zəhrə birlikdə kəndin mədəniyyətinin, tarixinə və ən əsası, hər bir insanın içində gizlənmiş səsi ortaya çıxarmaq üçün kiçik bir məktəb açdılar. Bu məktəbdə keçmişin dərin nağılları, əcdadların əfsanələri və həyatın hər anını dərinliklə yaşamağın sirri öyrədilirdi. Hər dərs sanki bir musiqinin notları kimi insanların ürəklərində unudulmuş xatirələri, kədəri və sevincin səsini oyandırırdı. Məktəbdə oxunan hər bir nağıl insanlara yalnız keçmişi deyil, həm də gələcəyi anlamağı öyrədir, hər itkinin arxasında gizlənən yeni ümidlərə yol açırdı. Elvin və Zəhranın rəhbərliyi ilə kəndin hər bir sakini öz qəlbinin səsini tapmaq, hər acını, hər sevincini bir not kimi qəbul etmək və həyatın sirli nəğməsini dinləmək üçün bir yola çıxdı. Günlərin birində Elvin və Zəhrə məktəbdə təşkil olunan böyük bir tədbirdə hər kəsin öz həyat hekayəsini paylaşmasını təşviq etdilər. Kəndin yaşlıları, gəncləri və uşaqları hər kəs bir-birinə həyatın çətinlikləri, sevincləri, kədərləri və ən əsası ürəklərindəki səsi necə tapdıqları haqqında danışdılar. Hər bir hekayə kəndin divarlarında və ürəklərində yeni notlar, yeni melodiyalar yaradırdı. Bu tədbir hər kəsə həyatın sirrinin, öz içimizdə gizlənmiş dərinliyi anlamağın nə qədər vacib olduğunu göstərdi. Beləcə Ruhun yolu, Ümidin əfsanəsi adlı bu nağıl Elvinin səyahəti ilə başlayıb, kəndin hər küncünə yayılan, hər kəsin ürəyində öz əksini tapan unudulmuş xatirələri, yaşanmış dərsləri və gələcək üçün doğan ümidləri birləşdirən əbədi bir izə çevrildi. Hər kəs bilirdi ki, həyatın əsl mənası, sevgi, inam və öz içindəki səsi eşitməkdə, keçmişin dərslərini mənimsəməkdə və hər anı dərinliklə yaşamaqda yatır. Kəndin divarlarından, məktəbin dərs otaqlarında və ən əsası, insan qəlblərində həyatın səsi, o əbədi melodiyanın notları səslənirdi. Elvinin və Zəhranın gətirdiyi bu işıq nəsillər boyu insanların həyatında ümid, sevgi və sarsılmaz inam olaraq qalacaqdı. Hər kəs öz içindəki səsi dinləyərək, qaranlıq gecələrdə belə parlayan bir işığa sahib olduğunu bilirdi. Beləcə Elvinin səyahəti və onun ruhun dərinliyində tapdığı hikmət, hər kəsə həyatın sirrini anlamaq və öz qəlbinin səsini kəşf etmək üçün bir dəvət oldu. Həyatın hər anın, acı və sevincin, kədər və ümidin birləşdiyi bu əbədi nəğmə kimi insanlara öyrətdi ki, biz hər zaman öz içimizdə doğan o səsin rəhbərliyinə əməl edərək, çətinlikləri dəf edə və gələcəyə doğru ümidlə irəliləyə bilərik. İndi kiçik qəsəbənin dar küçələrindən dağların sükutlu zirvələrinə qədər yayılan hər səs, hər fısıltı insan qəlbinin dərinliyində eşidilən o əbədi melodiyanı xatırladırdı. Hər kəs bilir, həyatın ən böyük sirri, ürəyimizin səsi, həmişə bizimlədir, bizə yalnız ona qulaq asmaq, hər anın qiymətini bilmək və sevgi ilə, inamla yaşamaq qalır. Bu hekayə Ruhun yolu, Ümidin əfsanəsi təkcə Elvinin deyil, hər birimizin öz içində axtardığı və tapdığı, həyatın hər anında sarsılmaz ümid və sevgi bəxş edən o səsi xatırladan bir nağıl kimi nəsillər boyu danışılacaq. Hər kəs öz ürəyində yanan işığı, öz içindəki səsi eşidərək, həyatın bütün rənglərini və melodiyalarını kəşf edəcək, beləliklə hər qaranlıq gecənin sonunda yenidən doğan ümidin işığını görə biləcək.